İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan değildi. Çünki Fransa bir tərəfdən ölkələrin ərazi bütövlüyünü müdafiə edir, o öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir. Hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədi ilə ondan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə sizin parlament hətta qondarma Dağlıq Qarabağı tanıyıb. Dövlət başçımız açıq şəkildə bəyan elədi ki, 2-ci Qarabağ müharibəsinə qədər Azərbaycanla Fransa münasibətlərində heç bir problem olmuyor. Ancaq 2020-ci il sentyabrın 27-sində Ermənistanın növbəti təxribatına Azərbaycan əks hücumla cavab vermək qərarına gələndə Fransa hakimiyyətini sanki kəskin şəkildə dəyişdirdilər. Və müharibənin ilk günlərində Pribaltikada səfərdə olan Fransa prezidenti dərhal qabaqlayıcı bəyanat verdi. Və açıq şəkildə dedi ki, Azərbaycanın Qarabağa girməsini Fransa qəbul etməyəcək. Baxmayaraq ki, Azərbaycan prezidenti müharibənin gedişində dəfələrlə bəyan eləmişdi ki, əsas məqsədimiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməkdir. Və Qarabağ ərazisinə girmək planları nəzərdə tutulmuyub. Ancaq Fransa bunu nədənsə başa düşmək istəmədi, qəbul etmək istəmədi. Emmanuel Macron dəfələrlə Azərbaycan prezidentinə zənglər etdi, əks hücumu dayandırmağı tələb elədi. Müharibədən sonraki dövrdə də Fransa özünün bu qeyri-konstruktiv mövqeyindən çəkilmədi. Və 2020-ci ildə müharibədən dərhal sonra Qarabağın müstəqilliyini tanımaq barədə qətnamə qəbul elədi. Düzdür, Fransız hökuməti bunu icra etmək istəmədi və açıq şəkildə deyildi ki, Qarabağın müstəqilliyinin tanınmasının nə Fransaya, nə Ermənistana, nə də Qarabağa heç bir xeyri yoxdur. Yəni, bu bəyanatdan belə nəticə çıxartmaq olardı ki, əgər xeyri olsaydı, Qarabağ müstəqilliyini tanınmaq istiqamətində növbəti addımlar atıla bilərdi. Sonradan Qarabağda keçirilən antiterror əməliyyatından sonra da Fransa parlamenti, Fransa senatı xeyli fəallaşdı və əvvəlcə 2024-cü ildə Azərbaycana qarşı sanksiyalar təklifi ilə Avropa qurumlarına müraciət olundu. Bundan bir nəticə ala bilmədilər. 2025-ci ildə sülh naminə konsert adlanan bir Fransız assosiasiyası Qarabağla bağlı konfrans təşkil elədi. Elə adına uyğun da səviyyəsi olan bir konfrans. Və Qarabağ ermənilərinin geriyə qayıtmasının təşkil olunmasını tələb elədi. Bu cür addımlar yəqin ki, bundan sonra da atılacaq. Azərbaycana qarşı qeyri-konstruktiv, qəbul olunmaz addımları Emmanuel Macron da kifayət qədər atdı və bu da ona gətirib çıxartdı ki, Azərbaycan onu sülh prosesindən uzaqlaşdırmaq qərarına gəldi. Və bir daha Ermənistanla danışıqlarda Emmanuel Macronun iştirakına imkan vermədi. Avropa siyasi birliyi çərçivəsində keçirilən son görüşdən sonra Azərbaycanla
Fransa arasında münasibətlərin düzəlməsinə ümidlər artıb. Fransa yaxın tariximizdə baş verən hadisələrdən düzgün nəticə çıxaracaqmı? Və özünün qeyri-konstruktiv addımlarına son qoyacaqmı? Azərbaycanla Fransanın münasibətləri bu reallığın dərk edilməsindən və bu reallığa uyğun addımların atılmasından asılı olacaq. Bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik.